Pristanya hərəkətini 4 podxod rajimində eləyirsiniz. Yəni yavaş-yavaş qaldırırsınız. İşçi çəkiyə çatanda 10, 12, 15, 18 və yaxud da 20 say, robot çəki sayınız nədirsə, siz nəyə qurmuşsunuzsa beyninizdə, onu başlayırsınız işləməyə. Pristanya hərəkəti üçün 10 dəqiqəlik video çəkəcəm. Çalışın, Pristanya hərəkətinin ümumiyyətlə 1 dəqiqə fasilə çox azdır. Dəqiqə yarım 2 dəqiqə olmalıdır. Çünki bu bazı hərəkətdir. Bazı hərəkət isə, bazı hərəkətlərin mən deyərdim ki, ən ağırıdır. Beynimizi sıxdır. Mən bu cür xəstə olduğuma görə uşaqlar çəkini ağır qoya bilmirəm. İmmunitetim daha da düşsün istəmirəm. Amma siz xəstə olarkən çalışın, mənim dediyimdən daha yüngül işləyin. İndi bu dəqiqə ştanqa girişi, çıxışı hamısını sizə izah edəcəm. Böyürdən baxın. Əllər çiyin bərabərindən biraz aralı tutulur. Çiyin bərabərim budur, mənim düzdürmü? Çiyin bərabərim budur. Biraz aralı isə bir qarış aralı deməkdir. Və hərəkətə giriş qaydasıdır. Cüt bax əyildi, bel içəri. Gəldi, cüt ayaqla girdik. Ştanqı götürdük və qısa addımlarla biraz arxaya çıxdıq, bəs elədik. Ayaqlarımızın yerini düzəltdik, nəfəsi aldıq və oturduq. Hop! 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 Gətirdik, qoyduq yerinə, hərəkətdən çıxdıq. Uşaqlar, bu cür videonu sizə heç kəs çəkmir. Gedib ancaq xariclərdə falan görürsünüz. Amma mən maksimum dərəcədə çalışıram ki, sizə bunların hamısını izah edeyim. Rakusu dəyişəcəm, qoyacam buradan növbəti podxodu belə izləyərsiniz. Çalışmaq lazımdır. Hər bir hərəkətin texnikasını normal işləyəsiniz ki, nəticə əldə edəsiniz. Gəl dincəlim üçün. Gel bura. Bura gel. Gel bura. Ha? Video çəkirəm. Nə demək istəyirsən buradan qaqaşlara? Denəndə gəlsinlər məşqə. Hə? Ay canavar. Atamaq gəlir məşq edir. Pristanyanı mən uşaqlar hardasa bir 5-6 podxod oturmuşam. Hələ də davam edirəm. Baxmayaraq ki, xəstəyəm. Çünki ayaq əzələsinin özəyi, ayaq əzələsinin kökü, belə deyək. Ayaq əzələsinin kökü Pristanyadır. Sağlamsızsa, ayağınız yer tutursa, ağrının altına girirsinizsə, Pristanyanı mütləq işləməyi sizə məsləhət görürəm. İndi siz üçün buradan göstərəcəm. Buradan çəkim. Siz də qəşəng baxın, görün.
İspanya'ya girən zaman yenə də texnikasını sizə göstərəcəm. Yaxşı ərəbələr istəyirsinizsə, yəni bu hərəkət. Bax, nə deyirəm, körpə. Burada uşaqlar ağır çəkidən getmir. Ağır çəki sadəcə olaraq sizin beyninizi və oynaqlarınızı yora bilər, üzdə bilər, zədə verə bilər. Yəni buna birbaşa bir mənalı şəkildə əmin ola bilərsiniz. Girirəm, elə də ağır çəki yoxdur orada. Neçədir? 20, 15, 35, 35, 70, 20, 90 sol oldu. Xəstə olduğuma görə belə işləyirəm. Əsas ayaq əzələsi hiss eləməkdir. Mən də o hiss edirəm. Getdik, başlayaq. Koyduk yerine. Sanki dərhal. Remen boşalır. Yəni uşaqlar, bunun qaydası bax budur. Hristiyanyanın qaydası budur. Xəstə olduğuma görə, hasta olduğuma görə İspaniyanı az işlədim. Bundan sonra hələ bir 4 dənə də işləyərdim. Sadəcə olaraq çox yorğunam. Yorğun olduğuma görə də videonu yekunlaşdırıram. Amma növbəti hərəkətimi növbəti patrodlarımı göstərəcəm sizə. Maçı.